Və mən növbəti iştirakçımızı çağırmaq istəyirəm bura. Bəy iştirakçısı Araz Hacıyev, 24 yaşlı jurnalist, interyer dizayner, neçə dənə peşəsi var. Görək bu peşələri onun imicində, obrazında özünü necə göstərir. Amma əgər dizaynerdirsə, mənə elə gəlir ki, yaxşı geyinməlidir. Salam Araz. Necəsən, niyə uzaq geçirsən? Biraz yaxın gəl. Geyim seçərkən bir dizayner kimi hansı kriteriyaları nəzərə alırsan sən? Rahat olmağını mı, rəngli olmağını mı, dəbli olmağını mı? Əsasən mənim fərqləndirən geyimlər üçün. Fərqləndirən. Sən düşünürsən ki, bugünkü geyimin səni bütün iştirakçılardan fərqləndirir. Belə də olsa var. Belə də olsa olar. Bəs nə düşünürsən, münsiflər sənə hansı iradları tuta bilərlər? Hər bir iştirakçının daxilində öz zəif nöqtələri olur. Bilir ki, çıxsam birdən deyərlər ki, filan şey düz geyinməmsən. Nəyə əmin deyilsən üzərində? Zövq mübahisə mövzusudur. Hərənin bir zövqü var. Hərənin bir zövqü var. Hərənin bir zövqü var əslində, düzdür, amma ki bizim podiumda münsiflər ortaq məxrəcə gəlib bir nəticə çıxarırlar ki, sən növbəti tura keçməyə layiqsən, yoxsa layiq deyilsən. Uğurlar arzulayıram mən sənə. Ümid edirəm ki, növbəti turda keçə biləcəksən. Buyur, podium sənindir. Araz Hacıyev. Bəli. Araz Hacıyev 24 yaşı var. Necəsiz? Şükür, yaxşı. Jurnalistsiz. Həm də interyer dizaynerdir təbii ki. Bu iki peşəni necə birləşdirirsiniz bir arada? Tam fərqli bir şeylər. Əvvəla birinci interyerlə, dizaynla məşğul olmuşam. Biraz bəkdən danışırsınız. Əvvəla birinci Həyəcanlanmayın, rahat olun. Elə bir söz evinizdədir. dizaynla Niyə həyəcanlısınız? Keçəcəyim görürsən, Kimi görüb həyəcanlandınız? Onları görüb həyəcanlanlardı, məndən həyəcanlanmayacaq. Şəhriyarı yoxsa bizi? Sizin kimi müsiflərin qarşısında həyəcan olun mümkündür. Estağfurullah. Şəhriyarı. Hə. Cəmildir, heç kimin xətrinə deymədi. Təbii ki, bu böyük bir məsuliyyət. Əgər həyəcanlanırsınızsa, bu böyük bir məsuliyyətdir. Təşəkkür edərik. Və Ruhi xanım. Ruhi xanım. Siz dəyərli münsiflərimizlə birlikdə Arazın zövqünü müzakirə edəcəksiniz. İndi diqqətlə görürəm, baxırsınız. Mən hətta sizə biraz da vaxt verirəm ki, reklam arasında onu bir nəzərdən keçirəsiz. Reklamlardan sonra biləcəksiniz ki, olan özünə bax, davam eləməkdədir. Bir iştirakçımız podiuma çatar-çatmaz biz reklamlara ayrıldıq. Bizə çox maraqlıdır münsiflər. Onu qəbul eləyə biləcəklərmi, yoxsa yox? Bunu birazdan biləcəksiniz. Hələliksə mən sponsorlarımızdan sizə danışmaq istəyirəm. Görəsən, Araz növbəti tura keçə biləcək, yoxsa yox? Buyurun, əziz münsiflər. Mən istəyərdim ki, Şəhriyar, sən öz fikirlərini bildirəsən. Mənim gözüm üstə. Buyurun. Deməli, Arazda hər şey çatır, amma nəsə yoxdur. Bax, nəsə axtarırsan. Ya var özdə, Ayşə. Maşallah, bığı da var, erkek gibi erkek. Yəni, kobudluğu, tipajı, hər şey yerindədir. Yəni, Azərbaycan kişi siması maşallah Arazda var. Və bununla əlavə zövqlü giyinmirsən Araz. Amma mən istərdim ki, o kəmərin yerinə başqa bir kəmər olsun. Düzdür, pencəyini, köynəyini qaldırmaqda düz eləmirsən. Ona ki, saatın yekədə o görsənmək üçün mütləq qalxmalıydı o. Mütləq də bu qanun deyil. Amma zövqlü görsənir. Ayaqqabıların haradası rəngdən uyğun gəlir. Dizaynla elə də deməzdim. Yəni o batinka da ola bilər, kobud bir ayaqqabı da ola bilirdi, həmin rəngdə, həmin çalaqlarla. Kəmərin bir qane eləmədi məni, köynəyin də gedər. Yəni hər bir rəng var. Mən düzdür, iki rəng pencək və cinslərin uyğun gəlir. Amma biraz da bir başqa bir rəngdə qatsaydım buna, daha əla olardı. Amma tam belə baxanda, yəni... Çox simmetrik geyinib, verirsiniz. Rıfat, sən nə deyirsən? Bir şey nədir? Çox simmetrik geyinir. Biraz asimetriya olsa lap yaxşı olardı. Yəni rənglər, çalaqlar biraz fərqli olsaydı yaxşı olardı. Əslində Araz burada qeyd edib ki, qəhvəyi rəngləri çox sevirəm. Amma mənə belə gəldi ki, bu rəng səni biraz boğur. Daha çox rənglərdən istifadə etsəydin daha yaxşı olardı. Bunlardan
Türklər demiş bir denə. Bax. Arazın özü dərisi ağ rəngdə olsa da, yəni bir var qaramtılı insan, bir var ağ. Özü ağ olmağına görə çox da çəhrayı rəng boğmur onu. Kişiyə bu qədər tərif deməzlər, yaxşı. 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 Fikrimi dedim. 1-0. Araz, mənim məsləhətim biraz açıq rənglərdən istifadə et. O sənə çox yaraşacaq da. Mən də sənin kəmərini heç istəməzdim orada. Bambaşqa bir kəmər istəyərdim. Çünki kəmərdə o dəmirlər falanlar biraz çox insanın gözünü yorur. Köynək əslində pencəksiz olsa daha yaxşı olardı. Çünki pencək, köynək üst-üstə düşmür. Bunlar bir o qədər məni açmadı. Bunlar fərqlidir. Mikrofon var da səndə. Bəlkə onu düzəldib pencəyi çıxardasan, taxasan köynəyinin yaxasına. Siz fikirləşirsiniz ki, pencəksiz daha yaxşı olacaq? Mən belə düşünürəm. Çünki onlar tam bambaşqa bir şeylərdir. Bəli, düz deyirsiniz. Bu Bəli. pencək köynək ilə giyinəsi pencəkdir. Bu əslində kamza oldu səhv eləmirəmsə. Heç pencək də deyil. Gödəkçə xarakteri daşıyır. Bəli. Valla belə daha maraqlı göründün. Həm də sənin fakturan icazə verirsən belə geyinməyinə. İndi kəmərinə də bir şey deyə bilmərəm, çox ilişə bilmərəm. Çünki Şəhriyar, biraz elə bil tamamlandı. Valla mən birinci şübhə ilə yanaşırdım ki, pencək çıxsa tam yaxşı olmayacaq, amma Ruxan tamamilə düz vurğuladınız. Buradan daha yaxşı oldu. Deməli, mən bayaq dediyim o nəsə çatışmır, nəsə yoxdur, o pencək yor idi. Biraz ağırlaşdırırdı. Bəli. Kəmər isə mütləq dəyişilməli idi. Mütləq daha dörtkünc yox, dəmiri az olan, biraz ortası böyük və yumru olan bir, həmin elə kəmər... Yox, mən bu xoşuma gəlir bu cür geyim. Kəmər yox, mən xoşuma gəlmədi. Kəmər olmaya bilər, amma bu mütləq deyil. Belə də ola bilər. Proporsiyalar da yaxşıdır, bədən quruluşu. Düzdür, dəmirlər falanlar olmasaydı qırağındakı daha maraqlı olardı. Amma yəni bunu rahat məncə geyinə bilərsən. Bu cür pencəksiz. Pencəklə bu köynək heç cür yaraşmır. Mən elə gəlir ümumiyyətlə pencək köynəklə geyinmək olmaz. Bu cür tip köynəklərlə heç geyinmək olmaz, heç. Zəhmət olsa verin bəyə pencək çiynini atsın. Ən yaxşısı çiyində və həmişə elə daha yaxşı görsənir. Bir aksesuar kimi istifadə edin o pencəkdən. Əslində mən o pencəyi görmək istəmirəm. Verin pencəyi. Qoy bir, hə. Yox. Pisdir belə böyle. Yox, pisdir. Verin pencəyi. Yaxşı. Mən bu xoşuma gəlir. Verin pencəyi. Xoşuma gəldi. Yox, gəlmir. Bugün xanımlar məni Pencəksiz daha maraqlı. hər iki xanım deyir ki, yox. İnan mənim zövqümə. Şəhriyarın yox. Yaxşı. Şahilə xanım, siz nə düşünürsünüz? Mən ayaqqabıları dəyişərdim. Nəyə dəyişərdiniz? Botlara? Kovboy stilində belə olur batinkalar. Ucu uzun. Mən deyərdim ki... Bir də dəri kurtka olsaydı, biraz belə brutalni deyirlər. Brutal Bir dənə mototsiklın çatışmır ki, sürüb gedəsən qardaş. Keçən qərara. Qərar. Müsiflər Arazı yaxşı qarşıladılar. Sadəcə onu biraz soyundurdular. Heç də dəyişmədilər. Pencəyini əynindən çıxardılar və belə onu görmək istədilər. Və mənə elə gəlir ki, müsiflərin ona olan reaksiyası, rəğbəti onu növbəti tura hardasa keçirə bilər, düşünürəm ki. Amma bu sadəcə mənim fikrimdir. Mənlə burada heç kim hesablaşmır onsuz da. Sadəcə özüm üçün danışıram. Əsas sözüm müsiflər deməlidirlər. Görək onlar nə deyəcəklər? Araz növbəti tura keçə biləcək, yoxsa yox? Bax, necə yox deyim, necə yox deyə bilər? Deyəcəsi yenə bəyi tərifləyir, yenə xanımlar burada məni təkliflər, onların acığına sənə... Şəhriyar heç qoymur ki, qərar bitsin. Qərar bitməmişdən Bitməyib elə. danışır. Nə olub? Hansı qutarmamışdı hələ. Nə olub? Ay Şəhriyar, nə olub? Danış. Özüm də bilmirəm. Demək istədim ki, xanımlar məni təkliflər Araz, ona görə də onların acığına sənə hə deyirəm, amma onlar da mənim acığıma sənə 100% sənə deyəcəklər deyəsən. Rüfət, Bəli. sənin fikirlərin mənim üçün önəmlidir. Mənim fikrim budur ki,
əslində. Yəni düzdür, hə yox deməyə deyə bilməyəcəm. Sadəcə öz fikrimi bildirərdim ki, o gödəkçə hər hansı bir polverlə və yaxud da mayka ilə, vadalaska ilə yaxşı gedə bilərdi. Bu pencək deyil əslində, gödəkçə xarakteri daşıyır. Bayaq da vurğuladım. Köynəyimin də damaları iri olduğuna görə Ruhi xanım söylediyi kimi üstündən heç nə giyməyə heç ehtiyac yoxdur. Xırda damalar olsaydı pencək giyinə bilərdin üstündən. Pencək çıxartdığına görə kəmərin yaxşı görünür, amma ki ayaqqabıların dəyişib kəmərvə uyğun elə Jalə xanım dediyim kimi kovboy stilində bir şey olsaydı yaxud botlar giyinsəydin əla olardı. Bax belədir fikrim. Bəli, görürsünüz ki, bizim Rüfətin zövqü necə də gözəldir. Əhsən. Analiz elədim ki də. Təbii ki, bu Rüfətin geyimlərindən də hiss olunur. İmicləri oxşarlıq var. Düzdür, bəzi insanlar deyir Rüfətə hərdən kömək eləyir, amma mən inanmıram. Rüfətin öz zövqü çox gözəl. Qərarıma gəlincə, təbii ki, Araz, mən sənə hə deyirəm. Çünki bu Şəhriyarın bilmirəm, acığına hədir, yoxsa? Yox, niyə acığına? Buyurun, öz fikrinizdir. Əlbəttə ki, mənim öz fikrimdir. Mən kiminsə acığına hə yox deyən insanlardan deyiləm. Bu mənim öz fikrimdir. Mən hə deyirəm sənə. Çünki sənin tam olaraq deməyəcəm ki, möhtəşəm zövqün var. Yox. Amma zövqlü bir insansan. 70% yaxşı. Və gözəl bir faktoran var. Geyindiyin geyimi də pis daşımırsan. Təbii ki, o üstündəki gödəkçəni çıxartmaq şərti ilə. Mən sənə hə dedim və sənə uğurlar arzulayıram. Buyurun. Mən də hə deyirəm. 3 hə qazandı Araz, təbriklər. Təbriklər Araz. Ümid edirəm ki, növbəti turda sən nəticə çıxaracaqsan balaca qüsurlardan. Əlbəttə. Buyur əyləş qaliblərin, daha doğrusu növbəti tura keçmiş iştirakçıların yanında. Mən isə